Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və sallallahu ala Muhammed və alihi tahirin. Salam ərz edirik. Bu Ulum-i Hədis dərsinin ikinci cələsəsidir. Geçən dərsidə bunu bildik ki, hədis Peyğəmbərimizin və məsumların sözləri və sünnətidir ki, kitablarda bizə gəlib yetiribdir. Və geçən dərsidə bunu bildik ki, Peyğəmbərimizin hədislərin almaqlığa, sözlərindən və sünnətindən itaət eləməklik biz müsəlmanlara və möminlərə vacibdir. Və lazımdır ki, Peyğəmbərimizin sözləri və sünnəti ki, bizə yetirib, bundan itaət eləyək və özümüzü Peyğəmbərə bənzədək. Necə ki, Allah buyururlar ki, Peyğəmbər sizə yaxçı olcudur. Bu dərsidə istəyirik bunu bilək ki, Əhl-i Beyt və Peyğəmbərin məsum Əhl-i Beyti bunlardan da gərək peyrovi eləyək. Bunların da gərək dallarıza düşək. Məsumların da hədisləri və sünnətləri bizə hüccətdir. Yəni, biz gərək bunların dalısıza düşək, sözlərindən və sünnətlərindən itaət eləyək. Bu dərsidə buradan başlayacağıq ki, Allah Qur'anda buyurur ki, Peyğəmbərimizin əqrəba və Əhl-i Beytinin məvəddəti və məhəbbəti bizlərə vacibdir. Bilirik ki, Allah ki istəyir biz möminlərə, müsəlmanlara böyük və rəhbər təyin eləsin. İstəyir ki, bizə bir olcu tanıtdırsın. Əvvəl şərti budur ki, Allah istəyir ona bizim məhəbbətimiz ola. Necə ki, bir dənə olcu və bir dənə rəhbər və bir dənə qabağa düşən ümmətin qabağına düşən bir şəxs, bir imam gərək onun məhəbbəti ümmətin ürəyində ola və illa itaət kamil olanmaz. Görmüşük o ölkələri ki, insanların, mərdumunun məvəddəti və məhəbbəti yoxdur öz şahlarına. Onların işləri düz qabağa getmir. İtaət, kamil itaət eləmirlər. Allah da ki, istəyir möminlər tamam qüdrət ilə qabağa geçsin işləri. Ona görədir ki, Allah əvvəl şərti məvəddət bilir və buyurur ki, öz imamlarıza, məsumlara əvvəl şərti budur ki, məhəbbətiz və məvəddətiz olsun. Bu dərsdə deyəcəyik, məvəddətdən deyəcəyik və ondan sonra deyəcəyik ki, bu məvəddəti ki, Allah buyurub Peyğəmbərin Əhl-i Beyt və əqrəbasına olsun, bunlar kimlərdilər? Bu günləri bu sözlər inşallah deyiləcək. Allahın adı ilə başlayırıq. Məsumların və Peyğəmbərimizin Əhl-i Beytinin məvəddəti tamam möminlərə vacibdir. Neçə dənə ayə var ki, onlara bir-bir işarə eləyirik. Allah buyurur ki, məvəddət və məhəbbəti ki, sizi ona dəvət eləyirəm, ona çağıyıram. Buyurur, mən özüm məhəbbət və məvəddət sahibiyəm. Allah buyurur, Əuzu billahi mineşşeytanirracim və estağfiru rabbakum thumma tubu ilayhi. Allaha istiğfar eləyin öz Rəbbizə. Ondan sonra tövbə eləyin Allahın tərəfinə. İnnə Rabbi. Peyğəmbər
Peyğəmbərin dilinə deyir ki, mənim Rəbbim Rəhimun vədud, həm rəhimdir və həm vəduddur. Vədud yəni çox məhəbbətli. Allahımız çox məhəbbətli bir Allahdır. Ya Allah buyurur, Huvəl Ğafurul Vədud. Allah həm bağışlayandır və həm çox məhəbbətlidir, çox məvəddətlidir. Allah buyurur, bu məvəddət və məhəbbət məndə var və bu məvəddət və məhəbbəti möminlərə də mən nimət unvanında göndərmişəm. İnnellezîne âmenû və amilus salihat. Onlar ki iman gətiriblər və salih əməl eləyiblər, səyəcə'alu lehumur rəhmanu vudda. Allah bunlara vudd və məvəddət nimətin göndərəcək. Pəs məvəddət və məhəbbət niməti hər ürəkdə qərar tapmaz. Allah buyurur, məvəddət və məhəbbəti mən öz məxsus bəndələrimə və müminlərimə göndərirəm. Sonra Allah buyurur ki, Peyğəmbərimizin risalətinin əcri, Peyğəmbərimizin risalətinin qabağında, bu zəhmətlərinin qabağında möminlər, siz gərək bir əcri, mükafati verəsiz. Buyurur, bu əcr həmən o məhəbbətdir ki, ürəklərinizdə var. Peyğəmbərin əqrəbasına məhəbbətiz olsun, məvəddətiz olsun. Qul la əsəlukum əleyhə əcra. Ey Peyğəmbər, decinən, mən istəmirəm sizdən heç bir əcr, illəl məvəddətə fil qurba. İlla bu ki, mənim qurbami, əqrəbami, mənim əhl-i beytimi məvəddətiz olsun, məhəbbətiz olsun. Pəs Allah buyurur ki, mən özüm sahibi məvəddətəm və öz möminlərimə, iman gətirənlərimə məvəddət niməti ürəklərində qoyuram və bu məvəddət və məhəbbət ki ürəyinizdə var, Peyğəmbərin əhl-i beytinə xəşləyin. Sonra Allah buyurur, bu məvəddəti ki Peyğəmbərin əhl-i beytinə deyirəm, xəşləyin. Bilirsiniz niyə deyirəm? Qul ma əsəlukum əleyhi min əcr. Peyğəmbər decinən, mən bu əcri, bu məvəddəti sizdən istəmirəm, illa buna görə ki, mən şəə ən yəttəxizə ilə Rəbbihi səbila. Məyər ona görə ki, siz Allahın tərəfinə bir yol tapasınız. Allahın səbil və bu yolu ki vardı, Allahın bu yolun qabağa gələ biləsiniz. Ümmət və müminlər rəsulsuz, imamsız eləyənməzlər, bu yolu qabağa getsinlər. Peyğəmbər, Allah buyurur ki, ey Peyğəmbər, möminlərə decinən, bu məvəddəti ki dedim, əhl-i beyti olsun sizin, ona görədir ki, mən istəyirəm, siz öz rəhbərlərinizə, öz imamlarınıza məhəbbətiz olsun. Adam o yolu gedər ki, məhəbbəti var. O adamın dalısıza düşər ki, ona məhəbbəti var. Buyurur, qul ma əsəlukum əleyhi min əcr. Peyğəmbər decinən, mən bu əcri istəmədim sizdən, illa mən şəə, illa ona görə ki, hər kəs istəsə, ən yəttəxizə ilə Rəbbihi səbila, bu ki, öz Rəbbinə tərəf bir yol açsın və bu yolu qabağa getsin. Allah sonra buyurur, ey müminlər, bu müvəddət və məhəbbəti ki sizin ürəyinizdə qoymuşam, bu nimət, bu niməti Allahın düşmənlərinə xəşləməyin. Ya eyyuhəl-ləzīnə āmenū, ey iman gətirənlər, la təttəxidu əduvvi və əduvvəkum əvliya.
mənim düşmənlərimi və öz düşmənlərinizi dost tutmayın. Tulquna iləyhim bil məvəddə. Onlara məvəddət və məhəbbətiz olmasın. Və qad xəfəru bima ca'akum minəl haqq. Necə ki onlar haqqa kafir olublar. Yuxricunər rəsul və iyyakum. Onlar Peyğəmbəri Məkkədən xaric elədilər. Bu düşmənlər Peyğəmbəri dost tutmurlar və sizlə düşməndilər. Sizlə dost deyirlər. Bəs bu məvəddət və məhəbbət nemətin mənim və Peyğəmbərin və öz düşmənlərinizə işlətməyin. La tecidu qavmən yu'minuna billah vəl yevmil axir. Buyurur, bir qavmi tapanmasan ey Peyğəmbər ki, Allaha və qiyamət gününə imanı ola, yuvadduna mən haddəllah və rəsulə. Və dost tuta Allahın düşmənin və rəsulunun düşmənin. Yəni, müminlər Allah və Peyğəmbərin düşmənlərini heç dost tutmazlar. Bəs bildik ki, məvəddət niməti Allah müminlərin ürəyində qoyub və bu məvəddəti fəqət gərək düz yolda Peyğəmbərin əhl-i beytinin yolunda işlətməklik və düz yolda işlətməklik və Allahın düşmənlərin və Peyğəmbərin düşmənlərin nəhy eləyib Allah. Haramdır onları məhəbbət və məvəddət tutmaqlıq, onları dost tutmaqlıq və onlara məhəbbət yetirməklik. Allah bir ayrı ayəsi var. Buyurur ki, Peyğəmbərin 2 dənə xanımısı, 2 dənə əhli Peyğəmbəri əziyyət elədilər. Təhrim surəsində buyurur, ey Peyğəmbər, 2 dənə xanımın sənə əziyyət eləyirlər, sənin sözləri eşdə deyirlər. İn tətuba ilallah, əgər tövbə eləsələ onlar, fəqət səqat qulubukuma. Ki, onların qəlbləri bükülüb, Allahdan uzaq düşüb. Və in təzahərə əleyh, ki, əgər Peyğəmbərin qabağında istəyələ dayanala bu 2 dənə xanım, fə innəlləhə huvə mavlah. Allahdır ki, Peyğəmbərin dalı sizə dayanacaq. Allah buyurur, ey Peyğəmbər, sənin 2 dənə xanımın, 2 dənə zövcən səndən düşmənçilik eləyir. Əgər sənin qabağında dayanala, fə innəllahu və mavlah. Allahdır ki, öz Peyğəmbərinin sahabıdır. Və Cebril də Peyğəmbərdən himayət eləyəcək. Və salihul müminin və salih müminlər də Peyğəmbərdən himayət eləyəcəklər. Vəl mələikətü bə'də zəlikə zəhir. Və mələklər də, firiştələr də bunlardan əlavə Peyğəmbərə kürək olacaqlar, kömək olacaqlar. Əsə Rabbuhu in təlləqqunə ən yubdiləhu əzvacən xeyrən minkun. Ey Peyğəmbər, yoxundur ki, Allah özü, o qədər Allah burada narahat olub, xəşm tutub ki, Allah buyurur, yoxundur ki, Allah özü sənin xanımlarını gələ tələq versin. Ən yubdiləhu əzvacən xeyrən minkun. Və onları təbdil eləsin və sənə yaxçı xanım təhiyyə eləsin. Bunlar səni azar verirlər. Xoş bildik ki, Allah buyurur, məvəddət və məhəbbət niməti ki, müminlərin ürəklərində buyurur, Peyğəmbərin əqrəbasını işlət, xərc elə və buyurur, Peyğəmbərin düşmənlərinə və Allahın düşmənlərinə və müminlərin düşmənlərinə məvəddəti və məhəbbəti xərc eləməklik haramdır. Burada da buyururlar ki, 2 dənə Peyğəmbərin zövcələrindən Peyğəmbərin düşmənidir. Və
təyin eləməyib, müşəxəs eləməyib ki, bu xanımların, Peyğəmbərin xanımlarından hancısı bu, 2 dənə hancısıdır. Ondan sonra biz eləyə bildik ki, Peyğəmbərin xanımlarına dalısıza düşək və sözlərinə və hədislərinə baxaq. Allah ki, deyib, məvəddət mənim düşmənlərimə və Peyğəmbərin düşmənlərinə haramdır. Bir nəfərə də adamın məvəddəti olmasa dalısıza düşənməz. Əlbəttə, Allah özü buyurub ki, Peyğəmbərin xanımlarının hürmətlərin müminlər gərək saxlayala. Hürmətlərin saxlayacaq və hər kəs əhanət eləsə, onun qabağında dayanacaq. Amma məvəddət və məhəbbəti ki, Allah buyurub, eləyənmənik xəşliyə. Bunları eləyənmənik özümüzə imam eləyə. Çünki Allah buyurur ki, bunların ikisi ki, bilmirik hancısıdır. Peyğəmbərin və Allahın düşmənidir. Və burada tövbə eləməklərin də buyurmur ki, tövbə elədilər. Və Quranda hər qovmun və hər kəsin günahın desə, əgər tövbə eləsələr, Allah tövbələrini deyər. Bunların tövbəsini deməyib. Bəs bildik ki, Peyğəmbərin xanımlarına eləyənmənik biz, zövcələrinə eləyənmənik bizim məvəddətimiz ola və onların düşə, sözlərinə baxaq, hədislərinə baxaq. Amma Əli necə? Əli ki, Peyğəmbərin qardaşı və bəlkə nəfsidir. Allah buyurur, فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللَّهِ عَلَى الْكَاذِبِينَ. Buyurur, أَنْفُسَنَا وَأَنْفُسَكُمْ. Allah buyurur, ey Peyğəmbər, bu Nəsara, Məsihi alimləri sənə deyirlər ki, sənin yolun yalan yoldur. Onlara deginən ki, öz əhl-i beytinizi gətirin, mən də öz əhl-i beytimi gətirirəm. Bir-birimizə lənət eləyək, görə hankimizin sözümüz tutur. Allah buyurur, deginən təaləv nəd'u, gəlin, çağıraq öz əbnə'ənə və əbnə'əkum, öz uşaqlarınız və öz uşaqlarımızı. Həm əhl-i sünnət və həm şiələr gətiriblər ki, bu əbna və əbna uşaqlar, Peyğəmbər uşaqlardır ki, gətdə Həsən və Hüseyn idi. Nisa'ənə və nisa'əkum, xanımlardan da öz əhl-i beytdən gətirin. Xanımı ki, Peyğəmbər apardı, Fatimə-i Zəhradır. O ki, bu da mühümdür. Ənfusənə və ənfusəkum. Əli nəfsi Peyğəmbərdir. Peyğəmbərin canıdır. Allah buyurur, Ali İmran 61-ci ayəsində. Ya Allah buyurur ki, ey müminlər, innəmə vəliyyukumullah, sizin vəliyiz Allahdır və Rəsuluh vəllezine amenu. Və onlar ki, iman gətiriblər. Ellezine yuqimunəs-sala, onlar ki, namaz qılırlar və yu'tunəz-zakat və zəkat verirlər və hum rakiun, ki, onlar rüku halətindədirlər. Şiə və sünni təfsirlərində gəlibdir ki, bu rüku halətində zəkat verən Əli idi və bu ayənin nuzuli Əlinin barəsindədir. Bəs Allah buyurur ki, Əlini vəli tutun özünüzə, ey müminlər. Və ayrı yerdə burada bir şair, Həssan şair var. Peyğəmbərin zamanında çox məşhur bir şair, mühüm bir şairdir. Bu şair öz sözündə deyib və tarixdə səbt olub və qulaqlarda qalıb ki, bu zəkat verən rüku halətində Əlidir. Və axır söz bu ki, Allah Əli və Əhl-i Beyti İnsan surəsində olcu mərfi eləyib, olcu tanıtlayıb və buyurur və yud'imuna at-ta'ama ala hubbihi miskinan və yetiman və əsira. İnsan surəsini bir oxuyaq, tərcüməsinə baxaq, görək ki, Əhl-i Beyti olcu tərifləyir
Əhl-i sünnət təfsirləri də ki, burada adı gəlir. Bunlar Peyğəmbərimizin əhl-i beyti, Əmirul Müminin, Fatimə Zəhra, Həsən və Hüseyni deyirlər ki, barəsində gəlibdir. Bu surə-i insan və surə-i insanda Allah yetkir ki, müminlərin olcusu bu əhl-i beytidir və bu məsumlardır. Bəs burada bildik ki, Allah məsumları bizə olcu tərifləyir və keçən dərsidəki bildik Peyğəmbərin hədisi və sünnəti biz gərək itaət eləyək. Burada bilirik ki, bizim Peyğəmbərdən sonra Peyğəmbərin əhl-i beyti də və məsumlar da bizim olcularımızdır. Onların hədisləri və sünnətləri bizə hüccətdir və gərək onların hədisləri və sünnətləri dalısıza düşək. İnşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.